Bir adam tanıyıram, həkimə gedib müayinəyə, məlum olub ki, bunun sidik hissəsinin içində xərçəng var. Ancaq xərçəngin ilk stadiyasıdır. Yüngül dərman müdaxiləsi eləyiblər və deyiblər ki, hər 6 aydan bir müayinəyə gəlməlisən. Müayinəyə gəlsən, sən uzun, sağlam bir ömür yaşayacaqsan. Çünki yəni ilkin mərhələdə biz bunu həll eləyə bildik. Adam 7 ildən sonra həkimə gedib, artıq xərçəng əzələlərə keçib, metastaz verib. İndi buna 5 mərhələli ağır kimya dərmanları müalicəsi təyin elədilər. Sidik hissəsi tamlığı ilə çıxdı. İndi bir kisə ilə adam yaşayır. Ömrü də yaşama faizi də düşdü aşağı. Həyat keyfiyyəti də endi aşağı. Niyə biz beləyik? Həyat bizə şans verir vəziyyətimizi dəyişmək üçün. Səhvlərimizi başa salmaq üçün də bizə şanslar verir və bizlər o qədər tənbəliyik ki və bizlər o qədər laqeydiyik ki öz həyatımıza, yaxınlarımızın həyatına. Biz ölmə riskini gözə alırıq, ancaq vəziyyətimizi dəyişib bu dərmanı içməyə çalışmırıq. Bunun üçün bir addım atmırıq. Hansı ki 6 aydan bir getməklə, bunu müayinə eləməklə məsələni həll eləyəcəkdi. Və mən onlarla belə örnəklər verə bilərəm sizə. Bu ciddi məsələdir. Bəzən mən bunu danışıram, adamlara çox sadə gəlir və ilkin reaksiya hamıda bu cür olur. Mən bilirəm həyatda hara gedirəm və addımlarımı da düzgün seçmişəm. Ancaq biraz təhlil edəndən sonra məlum olur ki, adam hədəfini də düzgün seçməyib. Ümumiyyətlə həyatda hədəfi yoxdur və addımlar da tamam başqa bir addımdır. Bu ciddi bir məsələdir. Nə qədər sadə görsənsə də hər şey bundan başlayır. Deməli, birinci bunu eləmək lazımdır. Ən faciəvi bilirsiniz nədir? Çox vaxt bu söhbətləri dinləyən adamlar vəziyyətini dəyişmirlər və yenə də o səhvlərə davam edirlər. Mən bəzən olub ki, bir adamla qarşılaşmışam. Adam məni ilə danışıb, bir tədbirdə olmuşuq. Mən ona problemlərinin harda olduğunu demişəm, adam anlayıb və deyib ki, bunu dəyişəcəm. Və mən ona qayıdıb bu sözü demişəm. Demişəm ki, əgər sən indi gedib vəziyyətini dəyişməsən, hər keçən gün sənin motivasiyanı azaldacaq və özünü dəyişmə şansını endirir aşağı. Adətən 3 gün ərzində etməyən adam 3 gündən sonra da eləmir. Mən indiyənə kimi təcrübəmdə bunu görmüşəm. 3 gündən sonra bunun etmə şansı düşür aşağı. Bu dəqiqə məni dinləyəndən sonra, bu qapıdan çıxandan sonra vəziyyətinizi dəyişdiniz, burada eşitdiyinizi tətbiq elədiniz. Eləməyəndən sonra, yəni hər gün sizin etmə şansınız düşür aşağı, 3 gündən sonra sıfıra enəcək. Həmin uşaq deyib ki, yox, müəllim, mən bunu icra eləyəcəm. Və mən qayıdıb ona belə bir söz demişəm. Demişəm ki, bax, mən bir ildən sonra yenə də qarşılaşacağıq hansısa bir tədbirdə və sən hələm də bunu etməmiş olacaqsan. Deyir, yox, o cür olmayacaq. 1-2 ildən sonra yenə də qarşılaşdım. Dedim ki, o problemin var idi. Sən dəyişmək üçün addımlar atırsan, deyir, yox. Və bu cür artıq üstündən bəlkə də bir 10 il, 20 il bəlkə keçib. Bu uşaq yenə də həmənki vəziyyətdədir. Yenə də həmən ciddi problemlərlə üzləşir. Vəziyyəti indi daha da pisdir. Ancaq adam yenə də vəziyyətini dəyişməyib. Bunun üstündə adam bir dəfə boşandı, ikinci dəfə evləndi, ikinci dəfə boşandı. İndi adam tam tək yaşayır, ağır depressiyadan əziyyət çəkir, ağır dərmanlar içir və yenə də adam vəziyyətini dəyişmir. Çox acınacaqlı və paradoksal tərəfimizdir ki, biz dərmanı bilirik buradadır. Bunu içməyə biz tənbəllik eləyirik. Biz razıyıq ki, bıçaq sümüyə dirənsin, ondan sonra gedək bu dərmanı içək. Onda da vəziyyət doğrudan da çox çətin olur. Mən bu dəqiqə yolun əvvəlində sizlər o hədəfləri qoyub, düzgün addımlar atıb vəziyyətinizi dəyişə bilərsiniz. Ancaq bunu eləməsəz, müəyyən bir vaxtdan sonra karyera da olmayacaq. Müəyyən vaxtdan sonra karyera inkişafı da olmayacaq. Müəyyən vaxtdan sonra sizin bilikləriniz də əldən gedəcək, bacarıqlarınız da sıfıra enəcək və heç bir nəticə də əldə edə bilməyəcəksiniz. Bu qədər sadə, bu qədər bəsit. Deməli, uğurlu və uğursuz insanı ayıran ən böyük səbəb nədən ibarətdir? Hərəkət, ancaq hərəkət.